Fövqəladə Hallar Nazirliyindən bir məlumat daxil olub. Həmin informasiyanı da təqdim etmək istəyirəm və fəsadların aradan qaldırılması üçün əməliyyat həyata keçirilir. Əməliyyat nəticəsində bu vaxta qədər su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 3 uşaq olmaqla ümumilikdə 20 nəfər təxliyə edilib. Həmin o təxliyə kadrlarını izləyirik. Bakı kəndlərində vəziyyət hazırda çətindir. Ərazilər, bəzi əraziləri demək olar ki, gördüyünüz kimi yarıya qədər su basıb, hətta çəkmələrlə belə əraziyə daxil olmaq mümkün deyil və ərazidə yaşayan insanları təxliyə etmək üçün Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ora cəlb olunublar, amma bütün ərazilərdə bunu həyata keçirmək hazırda mümkün deyil. Bilirik ki, bir sıra istiqamətlərdə insanlar çətin vəziyyətdə qalıblar, ancaq Fövqəladə Hallar Nazirliyindən verilən son informasiyada qeyd olunur ki, su basmış ərazilərdən suyun çəkilməsi icra edilir və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi, digər zəruri tədbirlər həyata keçirilir. Fasiləsiz şəkildə bu proseslər icra olunsa da bir daha qeyd etməliyik ki, hazırda çətin vəziyyətdə qalan insanlar çoxdur, xüsusilə də həyət evlərində yaşayan insanlar baxımından. Bəli, bu məlumatları sizinlə bölüşdük.